Hadi de. Boynu yoğun. Buraya yürüme. Kiminsin ha? Buraya yürü. Ha? Ağzının danışığını bil, boynu yoğun ne de ha? Hep giyinəlmə üstümə. Nə deyim, sən incə bil deyib, boynum şıkmısan da belə, nətər olmalı ki? Qulaq asayım ha. Mən bu proteinlə çörəyi yeyirəm səhərdən. Bədənim çıxmaqdan qarnım çıxıb, nətər olur ki? Hə? Ha, sən bu gedişdən ömrünün axına ki, məşq eləsən, yesəndə şişəndə özən. Nağarmalıyam ki, mən məşq eləməliyəm də, hə? Ha, təbii ki. Qulaq asayım, mən məşq eləsəm şişərəm də, düzdür? Təbii 100%. Onda mən şişsəm elə bir şəhərdə saat gecə 2-də 3-də maşın təkər qaldıra bilərəm. Sonra bu afisantların üstə pisasat çıxarda bilərəm. Sonra istəyirəm eşsən, şişib. Az gülmə, Şakiranı çağırım, qucağımda otuzdurum eləyim. Nətər fikirdir? Hara gelsən, bə düşmüşəm bura. Atan, ola bilsin mənim indiki sözlərim sənə ağır gəlsin. Belə baxıram, bədənin başıva ağırlıq eləmir. Yəni yük götürən oğlansan. Mən sənə başqa cür baş sala bilərəm. Mənə problem. Bu el aləm deyəcək ki, zavan idi. Dağ kimi oğlan idi. Vırdım zavan getdi. Mən istəyirəm səni sözlə başa salım. İki kəlmə sözünə. Ay kişi, de görüm indi sən məni hansı sözlə başa salarsan? Mən iki kuplet qəzəllə başa salacağım. Yəni sən bilirsən ki, mən qəzəlləri elə belə yazmıram. Yəni həyatda gördüyümü yazıram. Olan şeyi yazıram. Uzatma sözümü de. Sən bir dənə yaxşı qəzəl deyəcəyəm, özü qəzəlin adı belədir. Papağımı soxdular yerə. Deməli belə. Deyim, var hər nəslin nəcabətin bir dəyyusu. Aşikar olub telefonlarda nənəmin, nanəcib videosu. Mən nənəsindən qafil başıma papaq da qoymuşam. Göstərdilər işrət videosun, papağımı soxdular yerə. Nənəm gəzən ağacları mən budaq gəzmişəm. Zülfü lobuma şəhvət sözlər deyiblər. Buradan alıb, bu qulağımdan vermişəm. Çıxartdılar papağımı ərz etdilər, sən papaqsız gəzməlisən. Dedim, ey şirin, onsuz da saçın tökülür. Verən kimi papağımı soxdular. Yəni burada mən demək istəmişəm ki, Şəmi ilə sənin önün, sənin papağımı yerə soxublar. Mənim də. Nə gücür danışdın hə sən? Ular. Kim papağını yerə soxurlar hə? Hə, bu dəqiqə sənin başımı yerə soxacam hə? Davaya düş qabağıma. Hadi gələ papağımı yerə sox, da başımı iş qabaqsın. Hə, düş qabağıma deyirəm sənə. Hala mən elə qabaqdayam, hə, nə? Davaya düş qabağıma, sən çaşdın deyəsən. Hala nə saçdın, Onun hə? git fasından zadına bax. Hala mən fatonum budur. Hə, düş gəlir.